Bonjour, hello. Hamını salamlayıram. Bugün 13 aprel 2025-ci il 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Həmin buraxılış imtahanında həm ingilis, həm fransız dili öyrənən şagirdlərə belə bir şəkil təqdim olunub 26-cı sualda və həmin şəkil üzrə meyar daxilində meyarlara uyğun olaraq esse yazmaq tələb olunub. İndi həmin şəkil üzrə necə bir esse yazmaq lazımdır? Həmin esseni sizə həm fransız, həm ingilis dilində təqdim edəcəm. Bundan əlavə xatırlatmaq istəyirəm ki, əziz şagirdlər, fransız və ingilis dilində hər ikisində esse nümunələri bir-birinə çox oxşar verilir və bəzən esse şəkilləri demək olar ki, eyni olur, həm sınaqlarda, həm qəbul imtahanında. Odur ki, kanalda digər esse nümunələri var. Həmin esse nümunələrlə tanış ola bilərsiniz. Linki şərh bölməsində yerləşdirəcəm və növbəti günlərdə də digər esse nümunələri paylaşacağam. Odur ki, həm ingilis, həm fransız dili öyrənən şagirdlər paylaşdığım videolardan faydalana bilərlər. Keçirik essemizə. Essedə bizə 3 şəkil təqdim olunub. Birinci şəkildə deməli ailə üzvləri zooparkın girişindədirlər. İkinci hissədə onlar zooparkdadırlar və ata məlumat vərəqindən uşaqlara nəyisə oxuyur. Üçüncü şəkildə ana tısbağanı göstərir və s. İndi bunları fransız və ingilis dilində necə deyə bilərik? İlk öncə fransızca baxırıq. C'est le weekend, həftə sonudur. La famille va ensemble au zoo, ailə birlikdə zooparka gedir. À l'entrée, girişdə, le père s'approche du guichet, ata deməli, guichet kassadır, bilet satılan kassaya yaxınlaşır. Il achète 4 billets et une brochure və ya un dépliant da deyə bilərsiniz. Brochure, dépliant hər ikisi məlumat vərəqi olaraq keçir. O deməli 4 bilet və bir məlumat vərəqi alır, yəni broşur alır. Puis ils entrent dans le zoo, sonra onlar zooparka daxil olurlar. Il y a beaucoup d'animaux intéressants, deməli çoxlu maraqlı heyvanlar var. Le père lit des informations intéressantes dans la brochure. Ata broşurada maraqlı məlumatlar oxuyur. İkinci şəkildə biz bunu görürük. Tom et Lisa l'écoutent attentivement. Tom və Lisa onları diqqətlə dinləyirlər. La mère montre les tortues aux enfants. Üçüncü şəkildə ana deməli tısbağaları uşaqlara göstərir. Il voit aussi des singes, des ours et d'autres animaux. Onlar meymun, sonra meymunlar, ayılar və digər heyvanları görürlər. Les enfants sont très contents. Uşaqlar çox şaddılar, xoşbəxtdirlər. Belə 35 söz həcmində bir esse təqdim eləməyə çalışdım. Ola bilər bir neçə söz artıq ola bilər, bunun ziyanı yoxdur, amma minimum 35 söz həcmində olmalıdır. Yazdığımız essenin giriş hissəsi olmalıdır, sujet xətti, obrazlar olmalıdır və sonluğu olmalıdır və qrammatik qaydalara, qrammatik, leksik, orfoqrafik qaydalara əməl eləmək lazımdır. Zaman uzlaşmalarına diqqət eləmək lazımdır, bağlayıcılardan istifadə edib mürəkkəb cümlə qurmaq lazımdır və s. Həmin deməli bu meyarlar əsasında təqdim edeyim esse. İndi isə həmin essenin sizə ingiliscə olan versiyasını təqdim edirəm. It's weekend. The family goes together. At the entrance, the father go to the ticket booth. He buys 4 ticket and a brochure a lift. When they enter the zoo, there are many interesting animals. The father read interesting information in the brochure. Tom and Lisa listen to him carefully. The mother shows the tales to the children. They also see monkeys, bears and other animals. The children are you happy? Əziz şagirdlər, mən bacardığım qədər ingilis dilində bu esseni oxumağa çalışdım. Nəzərə alın ki, mən fransız dili müəllimiyəm. İngilis dilində, yəni bildiyim qədərilə təqdim etməyə çalışdım. Ümid edirəm, xoşunuza gələr. Xoşunuza gəlməsə də üzrlə hesab edin. Deməli belə, essemiz haqqında bu qədər. Əgər növbəti esse nümunələrlə tanış olmaq istəyirsinizsə, kanalı izləmədə qalın. A bientôt. See you soon.